Deməli, əziz tələbələr, Instagram səhifəmizdə paylaşdığımız ikinci cəhd magistratura imtahanından düşə bilər başlıqlı həmən sualların izahlarına baxacağıq. Növbəti paylaşacağım sualların izahlarını da sizlə YouTube kanalında bölüşəcəm. Bu suallar daha əvvəl dövlət qulluğu qəbuluna düşüb, nisbətən çətin və fərqli tiplərdir və artıq magistratura imtahanında da sizin qarşınıza çıxa bilər. Çox vaxtımız getməsin. Siz YouTube kanalını izləyin, YouTube kanalında bildirişləri aktivləşdirin ki, video paylaşılan zaman sizə xəbərdarlıq eləsin. Həmçinin yeni sual tiplərini də Instagramda və ya TikTokda sizinlə paylaşacağam. Birinci sualımız belə bir sualdır. Dövlət qulluğu qəbul sualıdır. Sualın şərti nədir? Deyir, aşağıda verilmiş bax bu 4 dənənin, bunların hər birinin düzgün olma ehtimallarını hesablayın və onları o ehtimalları kiçikdən böyüyə artma sırası ilə düzün. Deməli, biz bu 4 şeyin ehtimalını hesablamalı və onları kiçikdən böyüyə düzməliyik. O zaman gələk indi sualımıza baxaq. Burada diqqətlə baxsanız, ABC-dən CB-a çıxıb TA2 əldə alınıb. Siz burada hansı qaydanı bilməlisiniz? Üç rəqəmli ədədlərin fərqi ilə bağlı belə bir qayda var. Üç rəqəmli ədəddən tərsəsini çıxanda ortadakı həmişə 2 alınır. Qıraqdakıların cəmi də, yəni kənarların cəmi də həmişə 2 verir. Məsələn, bir üç rəqəmli ədəd yazıram. 721, tərsi 127, çıxıram. Çıxanda alınır burada nə? 594. Orta həmişə 9 alınır. Qıraqdakı bu ədədlə də bu ədədin cəmi 9 eləməlidir. Bu qaydanı bilən tələbə avtomatik olaraq burada bilir ki, ABC-dən CV-nı çıxırsa, ortadakı rəqəm 9-dur. Yəni A bərabərdir 9-dur. Kənarda da burada 2 varsa, bu birisi də 7 olmalıdır. T bərabərdir 7-dir. Və A əgər 9-a bərabərdirsə, nəydən 9 çıxanda 2 qalar? Təbii ki, 1-dən. Bizim deməli C-miz 1-dir. C 1-dir ki, 1-dən 9-u çıxmaq olmur. Buradan bir dənə onluq borc götürür. 11-dən 9 çıxanda 2 qalır. Baxın, burada C-lər avtomatik tapılır. A-lar avtomatik tapılır. Bir dənə B-dən başqa. Da B-nin yerinə 1, 7, 9 bu rəqəmləri qoya bilmərəm. Amma bu rəqəmlərdən başqa yerdə qalan hansı rəqəmi qoysaz, bu ifadə düz alınır. Məsələn, 2 qoysanız 921-dən 129 çıxanda həqiqətən də bu ədəd qalır. Nə bilim, 3 qoysanız 931-dən 139 çıxsaz yenə düz alınır. 4 qoysaz düz alınır. 5 qoysaz, 6 qoysaz, 8 qoysaz. Yəni qısacası bir dənə burada B dəqiq tapılmır. B-ni yerinə bu rəqəmlərdən başqa nə qoysanız olar. 2, 3, 4, 5, 6, bir də 8. B bunlardan hər hansı biri ola bilər. O zaman keçək indi bunların ehtimallarını hesablayaq. B-nin C-dən böyük olma ehtimalı 100%-dir. Çünki B-nin bütün qiymətləri alması onun C-dən böyük olması mənasını verir. Çünki C burada ən balaca ədəddir, 1-dir. Və B-nin bütün qiymətləri 1-dən böyükdür. Ona görə də bunun ehtimalı 100%-dir. Sonuncu, B-nin A-dan böyük olma ehtimalı bu 0%-dir. Çünki B-nin heç bir qiyməti A-dan böyük ola bilməz. O zaman bunun ehtimalı 0%-dir. Qaldı bu ikisi. Bu ikisində deyir ki, B ilə T-nin cəmi ondan böyükdür. T-nin qiyməti stabildir, 7-dir. Bu zaten burada tapılıb. İndi B hansı qiymətləri alanda bunların cəmi ondan böyük olur? Məsələn, 2 olanda ondan böyük olmur. 7 ilə 2-nin cəmi onu keçmir. 3 olanda da ondan böyük olmur. Amma 4 qiymətində bunların cəmi onu keçir. 5 qiymətində keçir. Bu 6 olanda olur, bir də 8 olanda olur. Yəni B-nin ala biləcəyi 6 qiymətin 4-ündə bunların cəmi onu keçir. Deməli bunun ehtimalı 6-da 4-dür. Bunu da təxminən faiz olaraq hesablasaq, yəni 100-ə vursaq, təxminən ə, belə deyək də bir 60, 65, 70 arası bir faiz olacaq. 67 falan bir, nə bilim 68 falan qoymaq olar təxminən. Onsuz da burada çox önəmli deyil bu. Bir də sonuncu B-nin özünün T-dən böyük olma ehtimalı. B-nin burada 6 qiyməti var. Bu 6 qiymətin yalnızca
birində o T-dən böyük ola bilər. O da 8-dir. Deməli, bu qiymətlərin heç birində bu şərt ödəmir. Yalnız bir dənə bu 8 olanda bu şərt ödəyir. O zaman belə çıxır ki, B-nin 6 qiymətinin sadəcə birində bu şərt ödəyir. Bu da ehtimal olaraq 6-da 1-dir. Təxmini bunu da hesablayanda 17-18% gəlib uyğun gəlməlidir. Bunların hər birinin ehtimalını tapdıq. İndi ən az ehtimal burada hansındadır? Ən az ehtimal burada 4-dədir, sonra 3-dədir, sonra 2-dədir, sonra 1-dədir. Artan sırayla, baxın, belə düzmək olar. Növbəti sualımız bu sualdır. Saatla bağlı maraqlı bir sualdır. Dövlət qulluğu qəbuluna dəfələrlə düşmüş bir sualdır. Yazıb ki, evdən saat 12:21-də çıxmalı olan adam dəqiq işləyən saatına güzgüdə baxanda şəkildəki vəziyyəti görür. Elə bil ki, o saat 12:21-də evdən çıxmalıdır. O qolundakı elə bil saata baxır və güzgüdə onun əksini görür də, düzdürmü? Və o saatın əksi bax budur. Yəni bizim bu şəkildə gördüyümüz real saatın güzgüdəki olan yansımasıdır. Hansı variantda həmən adamın evdən neçə dəqiqə sonra çıxacağı vaxt göstərilib? Onda sən birinci nə etməlisən? Sən birinci bu güzgü əksində bu gördüyün saatdan istifadə edib düzgün saatı tapmalısan. Düzgün saatı tapandan sonra baxmalısan ki, bu adamın evdən çıxmağına neçə dəqiqə qalıb. Onu hesablayacaqsan. Bu düzgün saatı da biz bir iki formada tapa bilərik. Məsələn, birinci bunu çəkməyə çalışa bilərik. Bunun soldan sağa güzgü əksini, simmetriyasını elib çəkməyə çalışa bilərik. Bu əqrəb belə, bu əqrəb belə. Bu biraz çətindir. Çünki biraz səhv eləsəniz, 1 dəqiqə, 2 dəqiqə variantlar da bir-birinə yaxındır. Bu səhv gedəcək. Ona görə də mən bunun güzgü əksini belə tapmağı sizə tövsiyə edirəm. Buradakı hal-hazırda bizim güzgüdə gördüyümüz saatın neçə olduğunu tapaq. Güzgüdə görünən saatın neçə olduğunu tapaq. Hal-hazırda bu saat 2-yə qalıb. 12-dir. 1, 2. 2-yə qalıb. Təxminən burada baxsaq, təxmini 12 dəqiqə. Çünki bu tam olaraq ortanı keçibsə, təxmini artıq bu elə bir ki, bunun yarısını keçib də. Böyük ehtimal biz bu saata belə deyə bilərik. 01:48. 01 və bura qədər 01:30, 01:35, 40, 45. Bu da artıq tam ortasından biraz keçdiyinə görə, deməli təxmini 3 götürmək olar, 48 demək olar. Bunu belə bölsək, təxmini biz bunu 01:48 kimi götürə bilərik. Deməli bizim hal-hazırda güzgüdə gördüyümüz saat 01:48-dir. O zaman siz real saatı tapmaq istəyirsinizsə, yəni düzgün saatı tapmaq istəyirsinizsə, çox sadə bir şey eləməlisiniz. Bu, güzgüdə gördüyünüz 1 saat 48 dəqiqəni 12-dən çıxmalısınız. 12 saatdan 1 saat 48 dəqiqə çıxsanız, siz bunun güzgü əksini, yəni real saatı tapacaqsınız. Və 12 saatdan 1 saat 48 dəqiqə çıxanda qalır 10 saat 12 dəqiqə. Deməli belə çıxır ki, bunun əksi, yəni düzgün saat hal-hazırda 10-12-dir. Bu həmişə bunlarda ödəyəcək bir qaydadır. Yəni güzgüdə gördüyünüzü yazın, sonra bunu 12-dən çıxın. Belə olanda real saat alacaqsınız. Bir dənə diqqətli hesablayın ki, dəqiqə falan səhvi eləməyin. Və real saatı tapandan sonra indi sadə bir şey. Saat hal-hazırda 10-12-dir. Sən evdən isə 12:21-də çıxmalısan. Evdən çıxmağına neçə dəqiqə qalıb? Buradan bura neçə dəqiqə fərq var? Buradan bura 2 saat 9 dəqiqə fərq var. Yəni 10-12-dən 12:21-ə qədər 2 saat 9 dəqiqə fərq var. Hələ mənim evdən çıxmağıma 2 saat 9 dəqiqə qalıb. 2 saat 9 dəqiqədə 129 dəqiqəyə bərabərdir. Bu sual biraz
Fərqli bir sualdır. Normalda bu tip hissələrin birləşməsi ilə bağlı sual qəbula düşəndə, orada sualı yazırlar ki, məsələn, bu verilən hissələri birləşdirəndə hansı fiqur alınır və ya verilən hissələrin birləşdirəndə hansı artıq qalır. Burada biraz sualın şərti fərqlidir. Yazıb ki, aşağıda verilən bu 5 fiqurdan hansılarından bir neçə dəfə istifadə etməklə biz 64 damalı bir şahmat lövhəsi yarada bilərik. Yəni bunların bir-biri ilə birləşməsinə ehtiyac yoxdur ya. Bunun bir neçə dənəsini yanbayan qoyanda biz 64 namadan ibarət olan bir şahmat lövhəsini ala bilərik. Gəlin bu suala baxaq. Görək bunun hansılarından istifadə etməklə biz 64 damadan ibarət olan şahmat lövhəsini ala bilərik. Burada birinci fiqurdan almaq olar. Birinci fiqurdan 8 dənə yanbayan qoymaqla, burada sayın çox önəmi yoxdur, amma əsas bundan bunu almaq olar. Baxın, birinci fiqurumuz biri belədir. Bir dənəsini 180 dərəcə fırladırsınız və gətirib buna belə birləşdirirsiniz. Bax, bu iki fiquru bir-birinə birləşdirəndə bizdə bilirsiz nə alınacaq? Bax, bizdə alınacaq bax, bu hissə. Bu belə bir şey. Bunun iki dənəsini birləşdirəndə sən bax bu hissəni ala bilirsənsə, bu hissəni ala bilirsənsə. Deməli, iki dənə də ondan yan-bayan qoyaraq bu digər hissəni ala bilərsən. O zaman 4 dənəsi ilə bunu ala bilirsənsə, 4 dənə də ondan yan-bayan qoyaraq bunu tamamlaya bilərsən. Yəni, bir nömrəli fiqurdan 8 dənəsini istifadə edərək siz bu 64 damalı şahmat lövhəsini ala bilərsiniz. Başqa varmı? Var. Bir də 3-dən almaq olar. Üçüncü fiqurun, bax bir dənəsini gətirirəm bura. Bir dənəsini də fırladıram, yenə 180 dərəcə. Gətirirəm və bunu buradan buna belə və birləşdirirəm. Bir-birinə belə keçirdirsən bunları. Təbii ki, mən bunu indi burada rahat edirəm, amma imtahanda siz bunları xəyalən etməlisiniz. Ona görə bu sual çətin sayılır. Və bunu birləşdirəndə biz bunun dörddə bir hissəsini alırıq. Yəni, bu hissəni alacaqsınız. Belə bir hissə. Ya da bunun məsəl üçün fərqi yoxdur, fırlanmış versiyası olsun. Belə bir hissə alacaqsınız. Siz bunun iki dənəsini birləşdirəndə bunu ala bilirsinizsə əgər, deməli artıq bunu yarada bilərsiniz. İki dənəsini birləşdirəndə bunun dörddə bir hissəsi yaranırsa, digər ikisini də birləşdirəndə, yəni bu dörddə bir hissəsi bu yaranacaq və toplamda bundan 8 dənə istifadə edərək siz 64 damalı bir şahmat lövhəsi ala biləcəksiniz. Burada cavabımız 1, bir də 3-dür. Yəni 2-dən bunu almaq olmur, 4-dən olmur, 5-dən də olmur. Doğru cavabımız burada 1, bir də 3 olacaq bu sual üçün. Növbəti Növbəti sualımız 27 nömrəli sualdır. Bu, dövlət qulluğuna düşmüş indiyə qədərki ən mürəkkəb suallardan biridir. Bu sualın izahı ayrıca YouTube kanalında paylaşılıb. Ümumiyyətlə, bu sualların bir çoxunun izahı YouTube kanalında paylaşılıb. Və bunu linkini bu videonun altında qoyacağam. Çox çətin və çox mürəkkəb bir sualdır. Onu kim istəsə oradan izləyə bilər. Növbəti sualımız 29 nömrəli sualdır. Bu əslində digərlərinə nisbətən rahatdır. Düşünürəm ki, bunun yolunu bilən tələbə bunu rahatlıqla yaza bilər. Burada fikir versəniz, bu ədədləri görürsünüz hal-hazırda. Bunlar qüvvətlərdir. 2 üstündə 2, yəni 2-nin kvadratı, 3-ün kubu, 3-ün üstündə 3, 4-ün üstündə 4, 5-in üstündə 5. Bu ədədlərdir. Və burada bu fiqurların mənası nədir? Baxın, bu fiqur 2 qiymətini ifadə edir. Bu ikinci mərtəbədə olması da onun qüvvətində 2 deməkdir. Yəni 2-nin qüvvətində 2, 4. Bu 3'dür. Üçüncü mərtəbədə olması da 3'ün üstündə 3 deməkdir. 27. Bu 4'tü. Bu da dördüncü mərtəbədə. 4'ün üstündə 4 və 5'in üstündə 5. Burada bir dənə sizə bu hissəni hesablamaq üçün verir. Bu sizdən soruşulan hissə deyil. Soruşulan hissə buradır.
Bunu niyə verib? Bunu verib ki, tələbə öz tapdığı şeyi yoxlasın, görək onu düz tətbiq edə bilirmi? Öyrətsin də bir növ, nəsə bir texniki səhv etməsin. Təbii ki, yaxşı bilən tələbə imtahanda buna vaxt itirməməlidir. Amma yoxlamaq üçün indi hələ ki yoxlaya bilərik. Və bu 4-dür, bu da 4-dür. 4-ün üstündə 4 nə verir bizə? 256. Bax bir qıraqdan yazıram. 256. Bu da 2-nin üzərində 3-dür. Və fikir verin, bu 3 fiqurudur. 2-nin üzərində 3, bu da eləyəcək neçə? 8. Bunları bir-birinə bölürəm. 256-nı bölürəm 8-ə. 256-nı 8-ə böləndə nə verəcək bizdə? Verəcək 32. Çıxılsın. Burada yenə də 4-ün üstündə 4-dür. Bu da eləyir 256. Bu da 2-nin üzərində 4-dür. 2-nin üzərində 4 eləyir neçə? 16. Böləndə 16 qalır. Bunların fərqi bizə 16 verir. Həqiqətən də sağ tərəfdəkini də hesablayanda bu da 16 verir. 4-ün üstündə 4 eləyir 256. 4-ün üstündə 2 eləyir 16. Böləndə bu da 16 verir. İndi gəlirəm burada bunu tətbiq edirəm. Bu 2 idi, bu fiqur 5 idi. 2'nin üstünde 5 32 edir. Bölünsün. Bu 2'nin üzerinde 2'dir. 4. Minus. Bu 5'in üzerinde 4'tü. 5'in üzerinde 4 neçə edir? 625. Bu ise 5'in üzerinde 3'tü. 125. Bunu buna böləndə 8 verir. Bunu buna böləndə 5 verir. Fərqi 3 alınacaq. İndi bizə 3 olan bir cavab lazımdır. Hansı variantı hesablayanda həmən variantın nəticəsi 3 alınır. Bu da Y variantıdır. Y variantında burada 3'ün üzərində 3 eləyəcək 27. Burada bir kiçik bir texniki səhv var. Bu da 3'ün üzərində 2 eləyəcək 9 və 27-ni 9-a böləndə nə qalacaq? 3 qalacaq. 33 nömrəli sual biraz vaxt aparan sualdır. Yəni bu tip bir sualla qarşılaşmağımız, ümumiyyətlə bunların bəzilərinin də özünüz baxırsınız, görürsünüz. İmtahanda əgər bir sualı bilirsinizsə, bu o demək deyil ki, onu imtahanda yazmalısınız. Çünki bəzi bildiyiniz suallar çox vaxt aparan sual olur. Tələbə onu bilirsə, istəmir oradan bir bal itirsin və ona girişir və beləliklə çox vaxt itirir. Ona görə də hər bildiyimiz sualı yazmaq lazım deyil. Məsələn, bu sualı deyək ki, mən izah edirəm, başa düşürsünüzsə, bu o demək deyil ki, siz bunu imtahanda yazmalısınız. Vaxta görə qərar verəcəksiniz. Vaxtınız əlavə qalarsa yazacaqsınız. Şəkil qalın xətlərlə sərhədlənmiş, hər bir blokun rənginin ona qonşu olan blokların rəngi ilə eyni ola bilməməsi şərti ilə rənglənməlidir. Yəni, bir-birinə toxunan qonşu bloklar eyni rəngdə olmamalıdır. Deyir, bu formada rənglənərsə, hansı rənglərlə rənglənmiş blokların sahəsi eyni olar? Yaxınlaşdırırıq sualı. Deməli, bizim bir dənə şərtimiz nədir? Bir-birinə qonşu olan bloklar eyni rəngdə olmasın. Bir-birinə toxunan hissələr eyni rəngdə olmasın. Bu şərt əsasında biz bunları rəngləməliyik. Başlayıram mən burada birinci növbədə baxın hansı hissədən. Məsələn, bax bu hissə. Və bu hissəyə artıq qırmızı və ya boz rəng qoymaq olmaz. Bura ya mavi qoymalıyıq, ya da bura sarı qoymalıyıq. Düzdürmü? Gəlirəm deyək ki, məsələn, yoxlayıram ehtimallardan birini. Buranı edirəm mavi rəng. Mavi rəng. Belə olanda, bax, artıq bax, bu blok mütləq nə olmalıdır? Sarı olmalıdır. Niyə? Bura qırmızı da toxunur, boz da toxunur, mavi də toxunur. Bura gəlib düşməlidir. Məsələn, nə? Sarı rəng. Baxın, indi hardasa səhv olsa, zaten sizin özünüz də görəcəksiniz. Bura oldu nə? Sarı rəng. İndi bəs bu uzun və bu isə nə rəngdə ola bilər?
Bu isə artıq bura sarı hissə toxunur. Mavi hissə də toxunur. Qırmızı hissə də toxunur. Ona görə bu hissə mütləq bu zaman boz rəngdə olmalıdır. Gəlirəm bu buranı boz rənglə rəngləyirəm. Bu bura oldu deyək ki, boz rəngdir. İndi növbəti nəyə baxıram? Bu hissə bu zaman sarı olmalıdır. Çünki bura boz da, qırmızı da, mavi də toxunur. Bura nə olmalıdır? Olmalıdır sarı rəngdə. Gəlirəm bura, məsəl üçün qoyuram sarı rəngdə. Belə olanda bura qırmızı, sarı və mavi varsa bu hissə olmalıdır boz rəngdir. Və belə olanda bu künc də sarı olmalıdır. Çünki bura bütün rənglərdən toxunur. Bura olmalıdır sarı rəngdə. İndi növbəti hardan davam edək? Bu hissə artıq mavi rəngdə olmalıdır. Çünki bura qırmızı, sarı və boz toxunursa, bura mütləq olmalıdır mavi rəngdə. Bura avtomatik qırmızı olmalıdır. Çünki sarı, mavi və boz bu hissəyə toxunursa, bu hissə olmalıdır qırmızı rəngdə. Bura belə olanda nə olmalıdır? Mavi olmalıdır. Bura üç rəngin üçü də toxunur. Olacaq mavi rəngdə. İndi mavi, boz, sarı varsa bura mütləq qırmızı olmalıdır. İndi bura avtomatik olaraq bu küncə mavi düşəcək. Çünki üç rəngin üçü də toxunur bura. Gəldik belə. İndi növbəti artıq burada seçim etmək, yenə də ehtimal kimi yoxlamaq məcburiyyətindəyik. Bura qədər hər şey əladır. Bundan sonrasını artıq yoxlayaraq tapacağıq. İndi birinci yoxlanışdan bəzən düz çıxa bilər, bəzən olmasa digərini yoxlaya bilərik. Ən aşağıya mavi də düşə bilər, qırmızı da düşə bilər. Deyək ki, biz bura məsələn gəlib qırmızı qoysaq. Görək nə olur. Məsələn, bura qırmızı rəng qoyduq. Belə onda bu avtomatik sarı düşməlidir. Bura çünki üç rəngin üçü də toxunub. Bu avtomatik olaraq burada nə düşməlidir? Sarı düşməlidir. Belə olanda bura mavi qalmalıdır. Mavi qalmalıdır. Və burada nə qalmalıdır? Sarı qalmalıdır. Bax, belə olanda artıq, üzr istəyirəm, bura sarı yox, qırmızı qalmalıdır. Çünki bura üç rəng toxunur, bir dənə qırmızıdan başqa. Belə olanda avtomatik olaraq birbaşa düzgün alındı. Bu indi bir dənə səhvi də sizə göstərirəm. Biz səhvin necə olduğunu hardan bilərik? Bu düzgün alındı və bizdən burada sahəsi eyni olan rəngləri soruşur. Hər bir damanda bir kimi götürməyimiz lazımdır. Burada mavi və qırmızının sahəsi eynidir. Mavi hissələrdə olan damaları saysanız, bir də qırmızı hissələri saysanız, ikisi də 14-ə bərabərdir. Ona görə də burada sahəsi eyni olanlar hansılardır? Mavi və qırmızı. Mən bir dənə bunun təzədən cavabı tapdıq. İndi bir dənə başa təzədən qayıdıram. Ən başdan biz bura birinci növbədə mavi qoyub yoxlamışdıq. İndi bir dənə bura sarı qoyub yoxlayaq. Görək belə olanda bir səhv alınacaqmı? Belə olanda bura avtomatik mavi düşməli olur. Bura avtomatik olaraq boz düşməli olacaq. Və avtomatik səhvə bir dənə baxın. İndi görək burada nə səhv var. Və bu plus qoyduğum hissəyə artıq heç nə yaza bilmirsən. Niyə? Çünki bura sarıda toxunur, qırmızıda toxunur, mavidə toxunur, bozda toxunur. Sənin bura yazmağa heç bir rəngin qalmır. Yəni belə olanda artıq bilirsən ki, sən səhv eləmisən. Onda əksini yoxlayırsan. Bu suallarda bəzən belə biraz vaxt gedə bilir. Biraz da şans lazımdır ki, məsələn, bayaqları mənim elədiyim kimi birinci ehtimaldan düzgün alınsın. Oktayedrla bağlı sizə belə bir şey deyə bilərəm. Ümumiyyətlə, okta 8 mənasını verir. Oktedr 8 üçbucaqdan ibarət olan, yəni 8 üzü olan bir fiqurdur. Və oktedrların düzgün formasını müəyyənləşdirmək üçün biz bir neçə
qaydanı bilməliyik. Birinci növbədə əsas qayda. Oktaedrda hər hansı bir təpə nöqtəsinə maksimum 4 üçbucaq birləşə bilər. Təpə nöqtəsi nədir? Üçbucaqların birləşdiyi nöqtədir. Məsələn, bura bir təpə nöqtəsidir. Nə bilim, bura bir təpə nöqtəsidir. Və bir təpə nöqtəsinə maksimum 4 üçbucaq birləşə bilər. Bu ən önəmli qaydadır. Əgər hər hansı bir təpə nöqtəsinə 4-dən daha çox üçbucaq birləşibsə, o variant birbaşa yanlışdır. Məsələn, bu variant birbaşa yanlışdır. Çünki bu təpə nöqtəsinə 1, 2, 3, 4, 5 üz birləşir. Deməli, birinci qaydamız nə oldu? Hər hansı bir təpə nöqtəsinə maksimum 400 birləşə bilər. İkinci qaydamız nədir? Biz hər hansı bir variantın doğru olduğunu belə deyək deməmiz üçün yerdə qalır iki şərt, onlardan biri budur. Həmin variantda ən azı 2 elən təpə nöqtəsi olmalıdır ki, ora 400 birləşsin. 4 üzün birləşdiyi 2 təpə nöqtəsi minimum olmalıdır. Daha çox da ola bilər. Amma minimum 2 təpə nöqtəsi tapmalısan ki, ora 400 birləşir. Amma bu da tək-təkinə bu da bəs eləmir ha. Yəni bu varsa o demək deyil düzdür. Olmaya da bilər. İndi izah edəcəm. Məsələn, 3 nömrəlidə bir təpə nöqtəmiz var və bura 400 birləşir. Amma ikinci elə bir təpə nöqtəsi yoxdur ki, buraya 400 birləşsin. Ən azından 2 elə təpə nöqtəsi olmalıdır ki, ora 400 birləşsin. Bu da getdi, bu da getdi. İndi bu şərt artıq bunların içində də ödəyir. Baxın, məsələn, bu təpə nöqtəsində 400 birləşir. Bu təpə nöqtəsində 400 bucaq birləşir. Bura 400 birləşir. Bura 400 birləşir. Yəni artıq 2 dənəsi var. Daha çoxu da var. Məsələn, burada 400 birləşir. Bura 400 birləşir. Bura 400 birləşir. Yəni bu var artıq. Və məsələn, burada da bura 400 birləşir. Bura 400 birləşir. Ən azından 2 elə təpə nöqtəsi olmalıdır ki, ora 400 birləşsin. Və bu da bu üçündə var. Amma burada bir doğru deyil. Niyə doğru deyil? Çünki kublarda olduğu kimi oktaedrda da bir simmetrik bir qayda olmalıdır. Qanuna uyğunluq olmalıdır. Məsələn, kubların bir çoxunda biz belə bir şey xatırlayırıq. 4 ardıcıl üzdür. Bir dənə sağda, məsələn, bir dənə solda. Və ya belə bu formada da olsa, bir yuxarıda, bir aşağıda. Bir simmetrik qanuna uyğunluq olmalıdır. Bu oktaedrda da olmalıdır. Məsələn, bir nömrəlidə burada 6 dənə üzü verib, biri solda, biri sağda olsaydı düz olacaqdı. Amma ikisi də soldadır. Ona görə bu yanlışdır. Yəni, belə bir şeydə baxmaq, bunu da nəzərə almaq lazımdır. Əgər 600 ardıcıl varsa, ikisi də eyni tərəfdədirsə, o yanlışdır. 2 və 4, 2 və 5 tamamilə doğrudur. Həm burada gördüyünüz kimi, o iki təpə nöqtəsi tapa bilirik ki, 400 birləşir. Həm də burada, məsələn, 5 üzün birləşdiyi hər hansı bir hissə yoxdur. Həm də burada diqqətli baxsanız, bir simmetrik bir qanun uyğunluğu var. Məsələn, burada da sanki bu iki dənə belə bir fiqur alınıb. Eyni fiqurda. Şərt pozulmur. Doğru cavabımız olacaq 2 və 5.